Tələbəm Firuzə xanımla bugün şəhərdaxil sürmə dərsimizdəyik. Firuzə xanım, nişanlara diqqət edin. Bax, bizim olduğumuz vaxtda həm yerdə çəkiblər, həm yuxarıda nişan var idi. Ancaq sola və ya geri gedə bilərik. Solunu yandır, biz geriyə dönəcəyik səninlə. Bax, avtomobilin ortası, yerdəki ayrıcılar keçənlər, ulu axır kimi döndürəcəksən sola. Amma piyada keçisə var. Piyada keçin qoy keçsin bir balaca burdur. Get, bırak, torumuzu bırak. Qaz ver bir balaca. Orada tormuzlamazlar. Oldu. Sən risk tormuzu yersən, aynı tormuz zamanında arxadan sənə vurarlar. Çünki arxanca gələn nəqliyyat vasitəsinin sürücüsü gözləmir ki, sən qəfil yersiz tormuzlama eləyərsən. Və onlara çox vaxt telefonun saniyəsi az yanır. Tələsirlər onlarda. Bax, gəldim, məsəl üçün, gördüyünüz sürətimiz, məsəl üçün, 30 sürdə, yenilik 20-yə falan, məsəl üçün deyirəm. Və stabil sürətlə döndük. Sürətin çox olarsa tormuza yüngül toxunarsan ki, dönə biləsən. Sürətin həddən ziyadə aşağısa yüngül qaz verə bilərsən. Amma dayanmaq olmaz. Risk tormuz verim olmaz. Oldu. Və avtomobilin ortası və ya sizin çiyniniz ən sonuncu müayinə keçiddə sükana axır kimi çevrilməlisiniz. Amma piyada keçidsə var deyə, piyada keçidin üzərindən dönmək qadağandır. O nöqteyi nəzərdən gözlədik ki, piyada keçidini keçək, sonra dönək. Oldu? Uğurlar.